güllendirdi bugün eller çalan sazı. İndi gedib Məkkəyə olub hacına olur. Bunun bir dənə gramofonu vardı, val belə gramofon. Bilmirəm siz nə deyirsiniz. Biz də elə deyək. Bəli. Onda səfələri qoyurdu, oxudurdu. Sini. Bəli, bəli. Burada əlbəttə çox səfələr vardı, çox aşıqların səfəsi vardı. Bizim məntəqəmiz aşıq sövən yerdir. Bizlərdə xanəndəyə da bir hayli əhəmiyyət verməzlər. Demirəm, xanəndə aşıqdan da əladır. Bəli, orada bizim yerdə xanəndəyə qulaq asməzlər bir o qədər. Bu səfə val oxuyurdu, biz gedirdik mədrəsəyə hər gün. Bunlar da səhər-səhər tez duran adamdır. Elə tayfaların adına Abaslı tayfası deyərək, çox tez durandılar. Hər səhər bu gramofonu qoyurdu, oxudurdu. Aşıq Çamandar Əfəndiyev, Allah rəhmət eləsin. Aşıq, həmsinin aşıq xanlara. Bu Çamandarın bir dənə şərir havası vardı bunda, ağır şərir. Yenə şair könlü pərvazı eləmiş, dövr edib qonmağa bir butaq istər. Belə bir şey. Day, bu bizim nə təhər ki, məğzımızda, beynimizdə işləmişdi ki, o dağları daldalanandan da sonra görürdüm ki, elə o söz mənim... Öz sənət dərsini Aşıq Sadıq Sultanov, Aşıq Məhəmməd Şıxlı, Aşıq Əmrah Gülməmmədov kimi sənətkarlardan alan Çamandar Əfəndiyev doğrudan da hər üç sənətkarın çıxış edir. Sənə çox şükür, mən Üstad babanla görüşməliyim, görüşəcəyim. Sözünlə, avazınla, şəxsiyyətinlə, şairliğinlə hətta.
cavanım görme qaba, kamanlara satma da. Gözəllik qalar dünyada, insan gəldi gedər oldu.